Birinci ümumiyyətlə məndə incəsənət sevgisi yaranıb. Bu da başlayıb teatrla. Mən məktəbdə oxuyanda, məktəb illərində mənim anam ədəbiyyat müəllimim olub və onun çox rolu olub mənim bu belə deyək incəsənətə olan marağımda. Və mən məktəbdə oxuyanda teatrlarda, yəni biz oxuduğumuz əsərlərin teatr kimi, tamaşa kimi qururduq və mən orada oynayırdım. Sonra başladım özüm teatrlar qurmağa, öz sinif yoldaşlarımla bir yerdə və yavaş-yavaş məndə buna maraq yarandı. Sonra isə ilk dəfə mən telefonum olanda, yəni telefonların yeni çıxan vaxt idi, mən tez-tez videolar çəkirdim. Buna çox marağım var idi və dostlarımı, ondan sonra qohumlarımı yığırdım bir yerə və onlara deyirdim ki, sən bunu elə, başqa birini deyirdim, sən onu elə. Sonra onları çəkirdim, amma heç onda bilmirdim ki, yəni film nədir, necə olur, amma elə o vaxtdan buna marağım var idi. Sonra isə əslində mənim bu sahəyə gəlməyimin səbəbi mənim ssenarist olmaq istəməyim olub. Çünki mən hekayələr yazırdım məktəbin son illərində. Və elə oldu ki, mən Türkiyədə İstanbul Universitetində radio, televizyon və sinema fakültəsinə daxil oldum. Ssenarist olmaq istəyirdim. Ancaq iş elə gətirdi ki, zamanla mən ssenari ilə əlaqəli heç bir şey eləmədim. Elə film çəkməyə başladım və film çəkməyə də nənəmlə film çəkərək başladım. Beləliklə sənədli film çəkmiş oldum və mən baxdım ki, məni real həyat daha çox maraqlandırır və real həyat kifayət qədər maraqlı və rəngli və zəngindir. Ona görə də nəyisə olmayan bir şeyi yaratmaq yerinə real həyatın içindəki gözəl, zəngin hekayələri tapıb onlardan nələrsə yaratmağa başladım. Düzünü desəm, mənim üçün onlar arasında demək olar ki, ayrım yoxdur. Yəni bu sərhədlər çox belə deyək, bulanıqdır, dumanlıdır və mənim öz filmlərimdə də hər zaman hibrid olub indiyə qədər elədiyim bütün filmlər. Heç vaxt deməzdim ki, mənim filmlərimin hamısı sənədlidir. Çünki ümumiyyətlə belə bir şey var. Biz bir şeyi çəkməyə başladığımız zaman o artıq tamamilə real deyil. Çünki biz artıq kameranı quraşdıran zaman qərar vermişik ki, gerçəkliyin hansı bir hissəsini çəkəcəyik. Çünki gerçəklik sonsuzdur, ancaq biz bu kadrı seçmişik. Orada belə bir seçim var və həmçinin kameranın qarşısındakı insan da kamera onu izləyəndə və izləməyəndə istər-istəməz fərqli olur. Çünki biz kameranın varlığını inkar eləyə bilmərik, nə də ki, otaqdakı rejissorun. Yəni belə bir şeyə mən inanmıram. Ona görə də düşünürəm ki, hər bir sənədli film heç vaxt 100% sənədli film ola bilməz. Həmçinin bədii filmlər də eyni zamanda. Məsələn, deyək ki, mən indi əslində son zamanlarda yeni bədii film ssenariləri yazmağa başlamışam və özüm yazanda bunu başa düşürəm ki, onların heç biri tamamilə xəyal ürünü, yəni xəyal dünyasının məhsulu deyil. Ola da bilməz. Çünki biz orada özümüzün qabında olan təcrübələrimizdən yazırıq. Yəni, ola bilsin ki, hansısa bir şeyi biz birə-bir yaşamamışıq, ancaq necəsə bizə o tanışdır. Nəyisə yaradırıqsa da, tanıdığımız insanlar əsasında, yaşadığımız şeylər, ətrafımız əsasında bunları yazırıq. Ona görə də əslində bədii filmin də nə qədər %100 xəyal məhsulu olduğunu demək düzgün deyil. Ona görə mənim üçün əslində sevdiyim bunların ikisindən də belə deyək, təcrübə eləmək, eksperiment eləmək, bunları bir-birinə qarışdırmaq mənim ən sevdiyim şeylərdən biridir. Mən bunu müşahidə edirəm həm Azərbaycanda, həm də xaricdə. Xüsusilə sənədli film sahəsində, məsələn, festivallara gedirəm, yaxud hansısa proqramlarda iştirak edirəm və görürəm ki, qadın sənədli film rejissorlarının sayı kişi sənədli film rejissorlarının sayından qat-qat çoxdur. Bu mənə çox maraqlı gəldi ilk başlarda ki, bu nəyə görə belədir? Və biraz oxudum bu barədə, həm də müşahidələrimə əsasən anladım ki, deməli, sənədli film sahəsi əslində insanın daha müstəqil məşğul ola biləcəyi, daha əlçatımlı bir sahədir. Ona görə ki, bədii filmdə biz bir çox insanlardan asılıyıq. Həm bizə daha çox maddi resurs lazımdır, həm də
bədii film setləri ümumiyyətlə daha çox maskulinlik tələb edən, daha çox patriarxal bir sistemin olduğu bir yerlərdir bədii film setləri. Ona görə qadınlar üçün orada adətən həyatda qalmaq çətindir. Sənin daha çox maskulin keyfiyyətlərin olmalıdır ki, sən başqa insanları belə deyək, idarə edə biləsən. Ona görə də bədii filmlərdə qadınlar daha azad olduqları üçün azad bir şəkildə başqalarına ehtiyacı olmadan filmlər yarada bilirlər. Və həmçinin mən belə hesab edirəm ki, mənim də bura gəlməyimdə, bu sənətə gəlməyimin yəni əsas sənədli filmdən başlamağımın bəlkə də səbəblərindən biri budur. Düzdür, mən sənədli filmi çox sevirəm və yəqin ki, hər zaman da bununla davam edəcəm. Ancaq bəli, bunun bir əlçatımlılıq tərəfi var və mənə də bu cür təsir edib. Filmlərdə qadın baxışı və filmlərdə kişi baxışı əlbəttə ki, çox böyük fərqlər var. Məsələn, bunu necə görə bilərik? Kişi baxışı deyə bir şey var, məsələn, filmlərdə. Kişilər qadınların gündəlik həyatı ilə bağlı bir fantaziyaları var. Bunu əsasən mənim çox sevdiyim bir qadın rejissor var, Chantal Akerman. O öz müsahibələrində deyir və hər zaman bundan danışır. Məsəl üçün, bir kişinin qadına bağlı fantaziyası var ki, qadın belə geyinməlidir, belə hərəkət edir. Ancaq bu əslində reallığı demək olar ki, əks etdirmir də. Ancaq qadın baxışı olan filmlərdə, qadınların çəkdiyi filmlərdə bunu anlamaq çox asandır ki, həqiqətən qadını olduğu kimi, qadının gündəlik həyatını olduğu kimi təsvir edir. Məsələn, elə Chantal Akermanın öz filmlərində olduğu kimi. Mən Azərbaycanda bir aktrisa tanışımla söhbət edirdim. O bir filmdə çəkilib, bir rejissorun filmində və bir səhnə var imiş. Həmin qadın dəniz kənarında, qumun üstündə gəzməlidir. Və kişi rejissor ona deyir ki, sən diktaban geyin və onunla gəz. Qadın da deyir ki, axı diktabanla dəniz kənarında gəzmək olmaz, yəni elə bir şey nə vaxtsa görmüsünüz, yəni. O deyir ki, mən belə təsəvvür edirəm. Yəni qadınla bağlı kişilərin hər zaman bir fantaziyası var, hansı ki, reallığı əks etdirmir. Və mən düşünürəm ki, qadın baxışı ümumiyyətlə kinoda çox az təmsil olunub və ona görə də bu çox vacibdir ki, bundan sonra burada bir artım olsun və qadın baxışı kinoda daha çox təmsil olunsun. Həm Azərbaycanda, həm də dünyada. Mən artıq 3 ildir ki, bir sənədli film belə deyək, inkişaf etdirirəm, çəkirəm, üzərində işləyirəm. Buna görə də bir çox laboratoriyalarda, festivallarda, belə deyək, industri eventlərdə, yəni sənaye tədbirlərində iştirak edirəm, proyekti tanıtmaq üçün və yaxud inkişaf etdirmək üçün. Və indiki hər dövrün öz tələbi var. İndiki dövrdə əslində film inkişafı bunu tələb edir ki, film çəkildikdən sonra, əgər sən möhtəşəm bir filmdə çəkmisənsə, onun festivallara düşmə şansı çox aşağıdır. Çünki filmin festivallara düşmə prosesi film hələ yaranmamışdan, film hələ inkişaf mərhələsində ikən, filmi sənaye tədbirlərində, belə deyək, tanıdaraq başlamalıdır. Məsələn, mən indidən öz filmimi gedirəm hansısa bir festivallarda və s. tədbirlərdə iştirak edərək öz filmimi film sənayesindən olan insanlara tanıdıram. Və bu mənə imkan verir ki, mənim filmim tamamlananda, bir neçə il sonra, mən festivallara müraciət edəndə artıq orada mənim filmimin adını biləcəklər və tanıyacaqlar. Yəni, bu əlaqələr qurma prosesi, festivallarla tanışlıq, distributorlarla, sales agentlarla əlaqə artıq bunlar əvvəldən başlamalıdır. Mənə elə gəlir ki, bəlkə də Azərbaycanda olan rejissorlarla bağlı hal-hazırda bəlkə də əksik olan şey budur. Əslində deyərdim ki, son zamanlarda Azərbaycanda yeni nəsil rejissorlar daha çox yavaş-yavaş dünyaya çıxırlar və bu günümüzün tələblərinə uyğun davranmağa başlayırlar. Məsələn, tutaq ki, bəzi dostlarımın adını verə bilərəm rejissorlardan. Tutaq ki, Nurlan Həsənli var, Türkan Hüseyn var, bu kimi rejissorlar, Orxan Ağazadə var. Bu kimi rejissorlar
artıq öz proyektlərini inkişaf etdirərkən gedirlər, iştirak edirlər bu cür sənaye tədbirlərində və filmi tanıtmış olurlar. Rejissor olaraq məncə başqadır təsiri, insan olaraq başqadır. Əlbəttə ki, asan deyil. Məsələn, mən öz şəxsi təcrübəmdən onu deyə bilərəm ki, mən 17 yaşım olanda ölkədən getmişəm və bir də 27 yaşım olanda qayıtmışam. Əlbəttə, hərdən bir gəlib gedirdim ailəmi ziyarət eləmək üçün, ancaq uzun müddət qalmırdım da. Bu çətin bir proses olub. Başlarda xüsusilə, yəni mənim deyərdim ki, mental sağlamlığıma da təsirini göstərib, depressiyaya düşmək, darıxmaq, özünü tək hiss etmək və bu mənə belə gəlir ki, Azərbaycanlı olan ya da ümumiyyətlə xaricdə olan, immiqrasiya edən insanlarda istisnasız hamısında yaranan bir şeydir də. Çünki sən özünün bir versiyasını elə bil ki, qoyub gəlirsən öz ölkəndə və hər şeyə yenidən başlayırsan. Ancaq deyərdim ki, mənim üçün artıq mən indi keçən ildən etibarən Berlində yaşayıram, Almaniyada. Və deyərdim ki, mənim üçün artıq bu çətinlik yoxdur bir insan olaraq. Ona görə ki, o qədər yer dəyişdirmişəm ki, artıq mən adaptasiya oluram çox asanlıqla, yəni öyrənmişəm də bunu. Amma bəli, çətindir. Yəni təkcə mənim üçün yox, ətrafımdakı hamı üçün belədir. Qaldı ki, rejissor olaraq onunla bağlı müşahidə elədiyim şey budur ki, məsələn, tutaq ki, biz Azərbaycanda bir mövzu var. Onu film çəkmək istəyirik. Azərbaycanda yaşayan, heç vaxt Azərbaycanı tərk etməmiş, bu mədəniyyətin içində böyümüş bir insan həmin mövzuya başqa cür baxır. Yaxud tutaq ki, bir insandır, gəlib Avropadan, Qərbdən. O gələndə həmin mövzuda gördüyü şeylər tamam başqadır. Və bu baxışların heç biri o birindən daha əksik və yaxud artıq deyil əslində. Bir şeyə kənardan baxan insanın perspektivi o şeyin içindəkində olmur. İçində olanın perspektivi də kənardakında olmur. Yəni, elə bilin ki, dənizin içində balıq olmaq və yaxud dənizə qıraqdan baxmaq kimi də. Amma mən deyərdim ki, mənim kimi insanlar, yaxud elə insanlar ki, onlar belə deyək, həm içində olublar, həm də kənarında yaşayırlar. Məsələn, bizim hal-hazırda xaricdə yaşayan Azərbaycanlı başqa bir rejissorumuz da var, Elmar İmanov. Onun da çox gözəl filmləri var və böyük festivallarda da olub. Bu cür insanlar hər iki şəkildə də görə bilirlər. Heç birini bəlkə də o bir insanlar qədər dərindən olmasa da, bu da başqa bir perspektivdir. Çünki sən həm biraz ondan bilirsən, həm də kənardan bilirsən. Ona görə deyərdim ki, bunun həm pozitiv, həm də negativ cəhətləri var.